Əziz, dəyərli, doğma, qeyrətli, şərəfli Bakılılar. 1 iyul Bakılılar günü münasibətilə sizi təbrik edirəm. Allah sizləri var eləsin. Allah canınızı sağ eləsin. Mən sizi həm təbrik edirəm, həm də sizə öz fikirlərimi çatdırmaq istəyirəm bu bayram münasibəti ilə. Bakılı olmaq tamam başqa bir şeydir. Bakılı olmaq üçün Bakılı doğulmalısan. Yəni mən bugünkü gün 84-cü ildən ola bilər Bakıda anadan olmuşam. Atam 66-cı ildə Bakıdadır. Üzr istəyirəm, evladım Bakıda doğulub. Yəni bu o demək deyil ki, mən Bakılıyam. Mən sadəcə Bakı sakiniyəm. Hətta mən 42 ildir Bakıda yaşasam da, mən o dialektim, o Bakı şivəsi deyilən bir şey var da, o şivədə danışa bilməmişəm. İçimdən də gəlməyib, çünki mən Bakılı deyiləm. Yəni o doğmalıq var, içimdə Bakılılara hörmət, sevgi, rəğbət var. Sadəcə o gərək insanın içində ola. Məsəl üçün, mən bir Gədəbəyli kimi deyirəm. Bakılı bugünkü gün gedib Gədəbəydə yaşasa, o Bakılıya mən sazı sevdirə bilmərəm. Necə ki, bu düşbərənin dadını Bakılılar qədər çatdıra bilməz. Yəni ki, düşbərəni hansısa bir rayonda gəlib Bakılı kimi bişirə bilməz. Məsəl üçün, kiftə deyək, digər mətbəxindən hələ başladıqda mətbəxindən başlayaq. Yəni bunların hər bölgənin öz adət-ənənəsi olduğu kimi də Bakılıların da öz adət-ənənəsi var. Əllərinin dadı var, özlərinin mətbəxinə məxsus, özlərinin danışıqları var, özlərinin bir qonaq qarşılama qabiliyyətləri var. Hətta sizə bir anekdot kimi bir şey danışım. Bakılını Bakılı ancaq yaxşı başa düşür. Bu münasibətdə sizə bir anekdot danışım. Bilmirəm, olan şeydir yoxsa anekdotdur, lətifədir. Axırı bir Bakılının evinə biri elçi gedir bir rayonda. O biri hər gün gəlir qapını döyür. Döyür ki, bə qızınıza elçi gəlmişəm. Bu Bakılı öz şivəsi ilə, öz tonunda onu yola salır. O çıxır gedir. Təzədən bu qonşu bir gün gəlir. Qonşu da Bakılıdır. Qayıdır deyir ki, bundan qabağını kəsir. Deyir, ay qardaş, hər gün gəlirsiniz də bu qapıya. Nə məsələdir? Deyir, bu Bakılının, bu qardaşın, qızına elçi gəlmişik. Bu da baxır mərfətli adamdır, qanacaqlı adamlardır. Hər dəfə ədəb-ərkanla gəlirlər. Qapını açır. Qayıdır deyir ki, ada filan kəs. İndi Bakı ləhcəsindən deyə bilməsəm də, indi yəqin başa düşərsiniz. Ada filan kəs. Qızımı verirsən, vermirsən. O da bir-birini başa düşürlər axı. Axırda da verdim getdi. Yəni nəyə görə sizə izah edirəm? Bakılının dilini Bakılı anlayar. Əziz cəmaət, bugünkü gün çalışmayaq ki, Bakılının hansısa qanunlarını pozaq, Bakılının hansısa bir adət-ənənəsini pozaq. Bugünkü gün ona çalışmayaq, əziz rayonlular. Təbii ki, bugünkü gün hamıya şamil eləmirəm. Bəzi rayonlar gəlib Bakıda özlərindən hansısa bir qanunlar icad edirlər, hansısa bir qanuna zidd hərəkət edirlər. Söhbət Bakı qanunlarından gedir. Amma məsəl üçün mən dəfələrlə görmüşəm ki, Bakılı gedir rayona gedir. Orada hansısa Bakıda geyindiyi paltarı geyinmir orada. Bakıda elədiyi o sərbəst hərəkəti eləmir orada. Çünki orada rayonunun adət-ənənəsinə uyğun hörmət olaraq o cür hərəkət eləyir. Yəni biz də çalışaq, Bakıya gələn sözün bəzilərindədir. Təbii ki, insan var ki, illərdir, ömür boyu rayonda yaşayıb, amma gəlir bu Bakının adət-ənənəsinə hörmətlə yanaşır, Bakılılara hörmətlə yanaşır və onlar kimi də olmasa, onları adət-ənənəsinə uyğun hərəkətlər eləyir. Ona görə çalışaq, biraz bu Bakıda yaşayırıqsa, Bakılılara hörmət eləyək. Bakılıların o, necə deyim, Bakılıların o adət-ənənəsini pozmayaq. Əziz rayonlular, mən də əslən Gədəbəyliyəm, yəni Bakıda doğulsam da, böyüsəm də əslim rayonludur. Hamıya da şamil eləmirəm, yenə vurğulayıram. Allah Bakılılarımızı da qorusun, rayonlularımızı da qorusun, Allah bütün Azərbaycanı qorusun. Bakıdan da bizim şanlı, şöhrətli insanlarımız çıxıb. Yəni bu danılmaz bir faktdır. Bizim dahilərimiz çıxıb, şairlərimiz çıxıb, Əliağa Vahid kimi şairlərimiz çıxıb. Muğam muğamı Bakı tanıdı. Bakı əhli, yəni Bakılılardan söhbət gedir. Muğam, bugünkü gün Bakılılar olmasa muğamımız itərdi, belə deyək. Yəni çox şey itərdi. Bakılıların qoruyub saxladığı çox şeylər var. Hansı ki, bizim mədəniyyətimizə söykənir, bizim hansısa bir, necə deyim, ölkəmizin milliliyinə söykənir. Baxmayaraq ki, Bakıda Bakılıq qalmayıb, bəzi insanlar Bakının o görünüşünü, aurasını pozub. Ona görə də Bakılılara da Allahdan səbir diləyirəm. Amma əziz Bakılılar, sizdən çox xahiş edirəm. O bəzi insanlara görə də ümumi rayonlular haqqında pis fikirləşməyin. Yəni yaxşı insanlarımız çoxdur, mədəni rayonlularımız çoxdur. Azərbaycanın hər bir vətəndaşı bizə əzizdir, doğmadır. Təbii ki, vətəninə, dövlətinə, xalqına dəyər verən insanlardan gedir. Əziz Bakılılar, bir daha sizi təbrik edirəm. Allah sizləri var eləsin. Allahdan başda Zeynalabdin Tağıyev kimi, Musa Nağıyev kimi, nə bilim, digər, məsəl üçün, unudulmaz qardaşlar var, hansı ki, daha adlarını sadalamıram. Allah onların məkanını cənnət eləsin. Bakılı deyərək biz onlarla həmişə fəxr eləmişik. Allah sizləri qorusun, əziz Bakılılar. Vallahi deyirəm, mənim sizə böyük hörmətim var, Bakılılarla da qohumluğumuz var. Bakılılar, rayonlular fərq eləmir. Hamımız bir Azərbaycan olaq, bir-birimizə hörmətlə yanaşaq. Allah sizləri qorusun, əziz Bakılılar, bayramınız mübarək olsun. Var olun, Allah Azərbaycanı qorusun. Var olun, əziz Bakılılar. İnsan neye lazım yurtsuz vətənsiz Bülbüldən əlmə bilməz onu seçəmənsiz
yaşamayaram ay Bakı sensiz Bakıdır meskenimiz Bakıda qalacağam Ölərəm yaşamayaram ay Bakı sensiz Bakıdır meskenimiz Bakıda qalacağam Bakılı balasıyam Bakılı balasıyam Bakıda doğulmuşam Bakıda qalacağam Bakılı balasıyam Bakılı balasıyam